Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyimsiz, çalışırsınız. İnşallah da yaxşı olacaqsınız. Mənə müraciət edirlər ki, doktor, mən qeyri-müəyyənlikdən qorxuram, gələcəyimdən qorxuram, gələcəkdə ağır xəstələnməyimdən qorxuram və yaxud hansısa bir hadisə ilə rastlaşdığıma, yəni mənfi bir hadisə ilə rastlaşdığımdan qorxuram. Bilirsiniz, əzizlərim, əslində qeyri-müəyyənlikdən insan qorxa bilməz. Yəni, gələcəkdən qorxu deyilən bir şey yoxdur. Öz-özünüzü aldadırsınız. Siz görmədiyiniz bir şey, dadmadığınız bir şeydən, hiss eləmədiyiniz bir şeydən necə qorxa bilərsiniz? Bu qorxu əslində sizin keçmişinizin qorxusudur. Anlatabildim mi? Keçib gedən bir şeyin qorxusu, necə ki, iz saxlayıb sizdə və siz hansısa bir olaydan, negativdən, qorxulu bir başınıza gələn bir işdən qorxursunuz. Bu sizin uşaqlıq travmanızdan irəli gəlir, bu sizin keçmiş həyat tərzinizdən irəli gələn bir şeydir ki, hansı ki, şuuraltınızda iz qoyub, siz sadəcə gələcəyi düşünürsünüz, amma keçmişi yadınıza salmağa belə qorxursunuz. Əslində, siz nəyə görə bu qorxularla yaşayırsınız, nəyə görə həkimlərə gedirsiniz, nə bilim, qorxursunuz kiməsə artıq söz deməyə və yaxud emosiyalarınıza cavabdeh olmadığınızdan qorxursunuz və s. və ilaxır. Siz əslində həyatı bir quruzdan qaçırsınız. Yəni, həyat sizin qarşınıza o qədər məsuliyyətlər qoyub ki, siz ondan, o yükdənsə, bu yükü qaldırmağa daha özünüzə uyğun bilirsiniz, daha rahat görürsünüz. Siz o köhnə şuuraltı yük ki, həyat qarşınıza qoyub, öhdəliklər, siz onlardan qaçırsınız. Siz o çətinlikləri görmək istəmirsiniz, dartmaq istəmirsiniz, anlatabildim mi? Həmən çətinlikləri özünüzə qalxan etmişsiniz. Ona görə də mənim əzizlərim, həkimləri, nə bilim, psixoloqları ora-bura, düzdür, psixoloq lazımdır, no, все ravno, öhdəlik sizin boynunuza düşür, sizin beyninizi düzəlmək lazımdır əslində. Sizin dünya baxışınızı, sizin nevrozu qəbul etməsini, hamısını sıfırlayıb dəyişmək lazımdır. Anlatabildim mi? Siz əgər gözləyirsiniz ki, bir seyirli əl haçansa gəlib sizə toxunacaq və siz sağalacaqsınız, bu yanlışdır. Və yaxud sizə elə bir preparat yazacaqlar ki, dərman, yəni yazacaqlar ki, siz onu içəcəksiniz, hop, yaxşı olacaqsınız. Belə bir sehirbaz yoxdur, belə bir seyirli dərman da yoxdur yer üzündə. O ancaq sizin ruhunuzu təmizləməklə, yəni sizi incidən ruhunuzdur. Anlatabildim mi? Siz nevrozu sığınacaq kimi özünüzə seçmişsiniz. Həyatın məsuliyyətləri üçün öhdəsindən gəlməmək üçün o məsuliyyəti daşımamaq üçün nevrozu özünüzə uyğun bilib buraxmısınız. Mən həmişə deyirəm və indi də deyirəm, siz səhv salırsınız.
Nevroz xəstəlik deyil. Necə? Ayrıcı xəstəlikdir. Nevroz ayrıcı xəstəlik sayılır. Amma patoloji xəstəlik deyil. Bu, oturmuşdum, heç nədən məni gəldi, tutdu söhbəti deyil. Siz onu deyəndə mən əsəbləşirəm. Doktor, mən oturmuşdum, hər şey yaxşı idi. Birdən-birə məni tutdu, belə oldum, elə oldum, ya əsəbləşdim, ya nə bilim, haramsa ağradı filan elədi. Bu belə olmur, əzizlərim. Anlatabildim mi? O sizin ruhunuzun dilidir. Artıq bezib sizin həyatı yükünüzü daşımaqdan, öz üzərinə götürməkdən sinir sistemi bezib. Siz onlardan qaçırsınız. Anlatabildim mi? Onun dili yoxdur, ağrılarla sizi başa salır ki, ay qardaşım, ay bacım, bəsdir məni incitdin. Bir özünlə də məşğul ol da. Bir özünlə də məşğul ol. Niyə bu başına buraxmısan, hər şeyi mənim üstümə qoymusan? Anlatabildim mi? Və ipoxondriyadan gedir söhbət. İpoxonlar nədən? Bax, indi elələriniz var ki, deyirsiniz ki, vallah mənim həyatımda hər şey yaxşıdır, əladır. O sözlər kim deyirdi? Qalib Dursun deyib ki, milyonerlər mənim pasiyentimdir. Yalan deyir gözünün içinə kimi. Elə bir şey yoxdur. Olsa da belə, milyonerin də öz dərdi var. Hansısa öz övladından çəkir, hansısa bir həyatında privarotlar var ki, o yükü darta bilmir və xəstəliyə düşər ola bilər. Sözsüz. Amma çox nadir hallarda. İpoxondriya birdən-birə baş vermir. Anlatabildim mi? O birdən-birə sizi gəlib o ağrılara, ona psixosomatika deyirlər. Anlatabildim mi? Ruhunuzun ağrılarıdır. Siz asozunlu danışmırsınız. Mən bir balaca sizi qurdalayanda görürəm ki, 1 ay qabaq, 5 ay qabaq, 1 il qabaq, 1 gün qabaq, 1 həftə qabaq hansısa bir səhvə yol vermişsiniz. Hardasa səhv eləmişsiniz. Anlatabildim mi? Onun ucbatından sizin bir günləri rahat olduğunuz gündə sinir sistemi dilə gəlir. Deyir, hara keyfə baxırsan, ha qardaş? Məni qurdalamısan, indi deyirsən, gülürsən, bəs bunu həll elə də. Bunu həll elə, həllini tapaq bunu. Və siz onu asaznavat eləmirsiniz, siz onu görmürsünüz, siz elə bilirsiniz ki, mən deyib güldüyüm yerdə birdən-birə kürəyim sancdı. Bu əslində belə deyil. Sizin hansısa bir gün, negativ yaşadığınız gün ki var, odur, onun səsidir, indi çıxır. Anlatabildim mi? Ona görə də mənim əzizlərim, utanmayın, baxın. Elə xəstələr var ki, bax, mənə müraciət edənlər var, bu dəqiqə işləyirəm, qoy, əgər baxırlarsa mənə kommentari yazsınlar. Elələri vardı ki, çəkinirlər mənə. İndi o qədər aldanıblar, mən onları qınamıram. Aldanırlar və inanmırlar və inacları belə yoxdur. Bir qədərdən sonra bir də müraciət edirlər, riskə gedirlər. Mən onları tam başa düşürəm və fərqini görürlər. Görürlər hansı metodla işləyirik, biz hər yöndə işləyirik. Tam sizin istədiyiniz kimi işləyirik. Tam sizə sərf etdiyi kimi işləyirik, anlatabildim mi? Sonra mənə çox sağ ol deyirlər. Deyirlər, doktor, biz belə bilmirdik. Psixoterapiyanı belə, yəni düzdür, mən kognitiv terapiya ilə məşğulam. Yəni bu dərəcədə bilmirdik. O qədər rahatlıq verir, o qədər rahat olurlar. İstəyir ipoxonlar, istəyir emosional insanlar, yəni hər şeyə reaksiya verənlər, anlatabildim mi? Çoxdur belə insanlar. Özləri də görürlər, mən necə məsuliyyətlə yanaşıram. Mən çünki məqsədim
pul deyil, pul qazanmaq deyil, pul sama bu özü gəlir. Sözsüz, yəni zəhmətimin bəhrəsidir. Halallıqla özləri də görürlər. Yarı yolda deyirlər ki, doktor, valla sizə yəni bu da azdır. Anlatabildim mi? Siz dəhşət. Yəni biz belə bilmirdik. O qədər rahatlıq tapırlar. Anlatabildim mi? Elələri var. Artıq öyrəncəlidirlər. Mən də onlara heç nə demirəm. 2 gündən bir zəng vururlar, doktoru oram ağrı, düzdür, işləmirəm. Onlardan ancaq dayaq oluram. Anlatabildim mi? Dayaq oluram, deyirəm, çıxış yollarını deyirəm. Hardasa. O ondan keçərli deyil də, ondan düzələ bilməz xəstə. Təbii ki, gərək işləyəsən, dərindən gərək işləyəsən. Pasient mən dediklərimdən uyğun olsa, mənə qulaq assa və bir yerdə biz çalışmağa başlasaq, hər tərəfli görürsünüz ki, nəticəsi də yaxşı olur. Anlatabildim mi? Yəni, qorxmayın, çəkinməyin, tək mən olmayım, lüboy bir psixoterapevt, psixologlara müraciət edə bilərsiniz, dərdinizi danışa bilərsiniz və dərindən bir balaca işləsələr, özünüz görəcəksiniz ki, nə qədər sizdə dəyişiklik var. Anlatabildim mi? Biz onu daha qısa yolla eləyirik ki, tez bir zamanda mən sizi hamınızı başa düşürəm. Biraz maddi cəhətdən də çətindir deyə ucuz və qısa yollarını seçmişik və tez bir zamanda sizi ayağa qaldırmağa çalışırıq və yaxşı nəticə də verir. Şükürlər olsun Allaha. Deməyim odur ki, vaxt verməyin özünüzə. Yəni, sabah özü keçər və yaxud mən axır bir dənə həkim tapacam, seyirbaz, 2 kəlmə ilə məni düzəldəcək və yaxud elələri var ki, zəng vururlar, ya yazırlar. Doktor, nə məsləhət görərsiniz? Mən bu bir sürü problem sayır, istəyir ki, mən 2 kəlmə ilə bunun bütün problemlərini əldə edeyim. Bu mümkünsüzdür, əzizlərim. Yəni, ona görə mənə müraciət eləməyin. Tamam mı? O 1 günün, 2 günün, 5 günün söhbəti deyil. İşləmək lazımdır. İşləmək. Tamam mı? Sıfırlamaq lazımdır. Beyni, zeyni, hamısını. Anlatabildim mi? Yeni proqram yazılır da, prestart eləyin, sıfırdan. Kimlərlə işləyirəm, kimlərlə işləmişəm, kommentari yazın, əgər baxırsınızsa, rəy bildirin, rəy yazın ki, qoy cəmaət görsün, bilsin, agah olsun, qorxmasınlar. Anlatabildim mi? Qorxmasınlar müraciət eləməyə.